Son zamanlar sosial şəbəkədə viral olan pinqvinlə bağlı dedik biz də video çəkək. Demək olar ki, bu video haqqında bir çoxumuzun məlumatı var və bilirik ki, illər öncə çəkilib. Pinqvin öz sürüsündən ayrılır və ölmə ehtimalı daha çox olan əks istiqamətə gedir. Və hətta bildiyimizə görə pinqvin bu yolda gedərkən ölüb. Bəziləri bu videoda marketinq kimi istifadə elədi, bəziləri isə çox məna yükləmədən izləyib keçdi, bəziləri isə hətta daha çox faizi isə daha çox məna yükləyərək baxdı videoya. Daha çox məna yükləyərək baxmaqda əsas səbəb insanlar o pinqvində özlərini gördü. Yəni fərqli situasiyalarda olsalar belə pinqvini özünküləşdirdilər. İnsanlara da əsas təsir edən bu oldu ki, pinqvin ölsə belə ən azından cəhd elədi. Yəni bizə toxunan, gördüyümüz ölmüş pinqvin deyil, pinqvində görünən özümüzük. Diləyirəm ki, həyatımızda bu pinqvin hər zaman yaşasın və nə vaxtsa ölsə, cəhd etmədən ölməsin. Bizi izləməyə davam edin.